Azərbaycanın milli qəhrəmanı şəhid Vəzir Orucovun anım günüdür. Vəzir Surxayoğlu Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndindən anadan olub. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Rusiyanın Arxangelsk vilayətində yaşayan Vəzir Orucov Xocalı faciəsinin baş verməsindən sonra Azərbaycana qayıdaraq 1992-ci ilin may ayının 4-də Tərtər Özünü Müdafiə Batalyonuna daxil olub. O, sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Həsənqaya, Köyarx, Madagiz, Akop Komani, Sərsəng su anbarı, Çıldaran, Vaqavuz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək düşmənin bir çox planını puç edib. 1992-ci ilin avqust ayında Vəzir Orucovun kəşfiyyat qrupu Ermənistanın Arabu batalyonunu darmadağın edib və bu uğurlu əməliyyatın nəticəsində Arabu batalyonunun qırılmasına görə Ermənistanda 3 gün matəm elan olunub. Qəhrəman hərbiçimiz Vəzir Orucov 22 mart 1993-cü ildə düşməndən azad etməyə qarşısına məqsəd qoyduğu Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidentinin 27 mart 1993-cü il tarixli 495 sayılı fərmanı ilə Orucov Vəzir Surxayoğlu ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı ilə təltif olunub.